Artıq fevral ayının xüsusilə də 17-si günün ikinci yarısı axşam saatlarından başlayaraq Azərbaycanın əvvəlcə şimal və qərb rayonlarında hava şəraitində dəyişiklik gözlənilir. Burasının sonrakı inkişafı nəticəsində isə artıq fevral ayının 18-dən 19-na keçən gecə isə artıq Azərbaycanın demək olar ki, əksər rayonlarında hava şəraitinin kəskin dəyişilməsi, havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin şəkildə fevral ayının 18-dən 19-na keçən gecədən başlayaraq 15-17 dərəcəyə qədər temperaturda azalma gözlənilir. Bu proses nəticəsində kanalda əvvəlcədən dəfələrlə xəbərdarlıq məlumatları yayımlanmışdır ki, fevral ayının xüsusilə də artıq 19-u 20-sinə qədər olan müddət ərzində Qafqazın cənubunda ekstremal bir soyuma ehtimalı çox zəif bir ehtimaldır. Xüsusilə də artıq Avropanın şimal-şərqində, Avropanın şimalında, Rusiyanın qərbində formalaşan güclü soyuq hava dalğasının, yəni həmin ərazilər üçün qış mövsümü üçün normal olan soyuq havanın, lakin Qafqaz regionu üçün bir qədər güclü deyilə biləcək bir soyuq hava dalğalarının artıq Qafqazın cənubuna müdaxiləsi ehtimalında bir xeyli artım ehtimalı var. Bu proses xüsusilə fevral ayının artıq 18-dən 19-na keçən gecə və 19 fevral gün ərzində artıq Azərbaycanın əksər ərazilərində hava şəraitinin kəskin soyulması, temperaturun ötən günlərlə müqayisədə 15 dərəcəyə qədər, bəzi ərazilərdə isə hətta 17 dərəcəyə qədər azalması gözlənilir. Bu proses Xəzər dənizinə yaxın şərq rayonlarında, eyni zamanda Bakı, Abşeron, Sumqayıt ərazisində, Gəncə, Qazax ərazisində güclü şimal-qərb və qərb külələrinin güclənməsinə müşahidə ediləcək. Xüsusilə də Xəzərin şimalından daxil olması gözlənilən güclü soyuq atmosfer cəbhəsinin Qara dəniz və Aralıq dəniz siklonların toqquşması fonunda Abşeron ərazisində fevral ayının 18-dən 19-na keçən gecədən başlayaraq fevral ayının 19-u gün ərzində və 20 fevral axşam saatlarına qədər olan müddət ərzində Abşeron ərazisində, Bakıda, Sumqayıtda və ətraf qəsəbələrdə güclü şimal-qərb külələrinin arabir saatda hətta 115 km-dən 135 km-ə qədər şiddətlənməsi ehtimalı riski var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bu proses eyni zamanda Azərbaycanın dağ-yatayı ərazilərində sulu qar və qarın yağmasına müşahidə ediləcək. Prosesin gedişi daimi olaraq izlənilir. Bugünkü təhlillərə əsasən Bakıda sulu qar yağması ehtimalı zəif ehtimal olsa da, lakin qarşıdakı günlərdə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Ehtimal var ki, proses, soyuq hava dalğası daha da güclənə bilər, çünki artıq xüsusilə Trabzonun aşağı qatlarında temperaturun bir xeyli azalması ehtimalı var ki, bu da Abşeron ərazisində fevral ayının 19-u və 20 fevral axşam saatlarına qədər olan müddət ərzində güclü şimal külələri ilə müşahidə edilən kəskin hava nəticəsində Abşeron ərazisində, Bakıda və ətraf qəsəbələrdə yağışın qısa müddətli sulu qara keçməsi ehtimalı var.